Güneşi söndürdü, her şeyi alt üst etti. Dünyanı qorxudan və sirri 100 il sonra açılan yay olmayan ildən danışacağıq. 1816-cı il Avropada, ardınca isə Amerika qitəsində şiddətli soyuqlar düşür. Aprel və may aylarında Almaniyada çoxlu yağış və dolu yağır. İyun və iyulda isə Şimali Amerikada hər gecə şaxta düşür. Hətta 1 metr hündürlüyündə qar yağır. Qeyri-adi soyuq kənd təsərrüfatına dəhşətli zərbə vurur və dünyada ərzaq qıtlığı yaranır. Hər kəsi isə bir sual maraqlandırırdı. Nə baş verir? Avropa və Amerikadan sonra Asiya qitəsində də analoji hadisələr baş verir. Çində soyuq hava ağacları və düyü əkinlərini məhv edir. Hətta çoxlu sayda heyvanların qırıldığı da qeyd olunur. Bütün bu hadisələrin hansı səbəbdən baş verdiyini isə düz 100 il sonra açıqlamaq mümkün oldu. Amerikalı alim William Humphreys prosesləri bir vulkan püskürməsi ilə əlaqələndirdi. Belə ki, 1815-ci ildə İndoneziyada yerləşən Sumbawa adasında dəhşətli vulkan püskürür. Bu vulkan atmosferə o qədər nəhəng miqdarda kül və kükürt qazı buraxdı ki, bu hissəci ilə stratosferdə bir növ günəş qalxanı yaratdı. Toz bulutu günəş şüalarının yerə çatmasına mane olduğu üçün qlobal temperatur xeyli aşağı düşdü. Tambora vulkan püskürməsi sübut etdi ki, dünya görünməz tellərlə bağlıdır. Bir yerdə kül olan ocaq dünyanın digər başında günəşi belə söndürə bilər.